tərpətdi. Yəni bizim fikrimizi qəbul edildi. Bax, o başını razılıqla tərpətdi. Bax, yəni aydınlaşdırma bağlayıcısı işləndi, burada vergül də qoyuldu, tək bağlayıcı olduğuna görə ikinci cümlə birinci cümlənin məzmununu aydınlaşdırır. Bəzən ola bilər ki, yəni bağlayıcısı sözlər arasında işlənir uşaqlar. Sözlər arasında işlənəndə belə olur. Cümlə üzvlərinin əlavəsi deyilən bir mövzu keçəcək uşaqlar. Cümlə üzvlərinin əlavəsi. 5 cümlə üzvü var da, mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. 8-ci sinifdə keçmişsiz keçən il. Biz də yenə bu qayda hazırlıqda keçəcəyik. Bax, o cümlə üzvlərinin hər birindən sonra gəlib, istəyir mübtədadan, xəbərdən, tamamlıq, təyin və zərflikdən sonra gəlib, həmin o cümlə üzvünün məzmununu, mənasını aydınlaşdıran və konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvünün əlavəsi deyilir. Bəzən olur ki, o cümlə üzvü ilə cümlə üzvünün əlavəsi arasında, yəni aydınlaşdırma bağlayıcısı işlənir. Bax, məsələn, deyir ki, Hikmət, yəni uşaqlıq dostum, indi həkimdir. Bax, görsən, yəni aydınlaşdırma bağlayıcısı işlənir. Bax, hikmət sözünə bu yənidən sonraki ifadə, söz birləşməsi aydınlıq gətirir. Hikmətin kim olması haqqında bu sözlər vasitəsilə məlumat almış oluruq. Nəticədə də yəni aydınlaşdırma bağlayıcısı burada cümlə üzvü ilə cümlə üzvünün əlavəsi arasında işlənir. İndi biz 8-ci sinifdə daha bu cümlə üzvlərini və cümlə üzvlərinin əlavəsi keçəndə bu anlayışları daha yaxşı başa düşəcəksiniz. İndi hal-hazırda biləsiniz ki, yəni aydınlaşdırma bağlayıcısı işlənəndə əvvəlində vergül qoyulur. Uşaqlar, gəldik tabiçilik bağlayıcılarından sonuncusuna, 6-cıya. Bölüşdürmə bağlayıcıları. Bölüşdürmə bağlayıcıları. Uşaqlar, bölüşdürmə bağlayıcıları bunlardır. Ya da ki. Gah da ki, istərsə də. İstərsə də. Elə də olar. Qalır. Bölüşdürmə bağlayıcısı işlənən cümlələrdə görsün, bunlar da təkrarlanan bağlayıcıdır. Əgər ya da ki bağlayıcısı işlənirsə, hərəkət və hökmün biri baş versə, digəri baş verməz. Deyirəm ki, ya mən gəlim, ya sən gəl. Mən gəlsəm, sən gəlməyəcəksən, sən gəlsən, mən gəlməyəcəm. Ya biz danışaq, ya siz danışın. Biz danışsaq, siz danışmayacaqsınız, siz danışsanız, biz danışmayacaq. Bax, o ya da bağlayıcısından aslında. Gah da ki bağlayıcısı işlənəndə isə hərəkət və hökm bir-biri ilə növbələşir. Deyirəm ki, biz gah gedir, gah dayanırdıq. Getmək və dayanmaq hərəkətləri bir-biri ilə növbələşir. Ona görə bax, bunun nümunəsini buradan yazıram. Baxın, sonra. Burada yazıram ki, ya mən gəlim, ya sən gəl. Belə olur ki, ya da bağlayıcıları da həm də bağlayıcısı kimi, nə də bağlayıcısı kimi təkrarlanan bağlayıcıdır. Onlarda da birincidən başqa, sonra neçəsi gəlsin, onların əvvəlində vergül qoyulacaq. Görsən, ikinci yadan əvvəl vergül qoyulur. Deyirək ki, biz gah gedir, gah dayanırdıq. Gah gedir, gah dayanırdıq. Burada da hərəkət və hökm bir-biri ilə növbələşir. Aydın oldu, tabiçilik bağlayıcıları haqqında bu qədər. Dayandır qızım.